Salam değerli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Bu günləri mənim zəhləm getdiyi, peysər əqidəsini satmış vicdansız oğraş Nəcməddin Sadıqovdan danışacağım. Bəli, bu Nəcməddin Sadıqov ki, özünü təqdim etməyi bacarmır. Zəmdə olsa videoya baxın. Cənab Ali Başkomandan, hərbi hissə sizə görüşə hazırdır. Baş girgə reisi General-Polkovnik Nəcməddin Sadıqov. Cənab Ali Başkomandan, Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı General-Leytenant Ramiz Bayram. Baxdınız, değerli vətənlərim. Nəcməddin Sadıqov özünü təqdim edə bilmir. Amma gəlib Azərbaycan Respublikasının qərəcə rəisi işləyir, Müdafiə Nazirinin qərəcə rəisi işləyir. Sadəcə olaraq mənim deməyim budur ki, ay İlham Əliyev, ay oğraş əqidəsini satmış İlham Əliyev. Azərbaycan Respublikasının bu qədər xainləri olarkən, Nəcməddin Sadıqov da onların içində, onların başçısı olarkən, Nəcməddin Sadıqov necə ola bilər ki, bu günləri azadlıqda, ayağa üstündə, öz kefində, öz bazlığında, öz yiyib içməyindədir. Diktator Əliyev, bu belə bir Yunansa gəlir ki, sən özün o Nəcməddin Sadıqovdan əlbir olmusan və Azərbaycanda satqınları, Azərbaycanı satılmağında sizlərin böyük bir rolları olub. Ona görə də bu günlər sən qanundan kənar çıxıb Nəcməddin Sadıqovu azadlıqda gəzməyinə səbəbkar olmusan. İlham Əliyev, sənin də ömrü və günü az qalıb. Bir gün səni də Azərbaycan Respublikasında edam gözləyir. Səni və sənin o gizbəsər gözü beləsinə bələlən qızların, xəstə arvadın, mehri, quş mehriban. Bir gün yaxşı olacaq hər bir şey. Səbirli olun. Siz ümumiyyətcə mənim canlı yayımlarıma gəlib mənə vətən xaini deyənlər, vətən xaini sizin var yoxunuzdur. Sizin prezidentiniz peysərdir. Qəhbə də arvadısın prezidentiniz. Başa düşdünüz? Çünki bu günləri sizlər nələr gəlib mənə deyirsə, siz öz böyücünüzü nəzərdə tutub deyirsiniz. Məni yox.